Dostlar, bu videoda mən sizə səyahətlərin vaxtı istifadə elədiyim iki önəmli aplikasiyanı göstərmək istəyirəm. Aplikasiyalardan bir dənəsi sırf Paris şəhəri üçündür. Digər aplikasiya isə fiziki telefon nömrəsi almadan virtual telefon nömrəsi alıb internet əldə eləməklə bağlıdır. Yəni bunu bütün ölkələrdə istifadə edə bilirsiniz. Deməli, o aplikasiyalardan birincisi eSIM.io aplikasiyasıdır. Bura girdikdən sonra sizdən qeydiyyat istəyəcəkdir. Qeydiyyatınız üçün əlbəttə ki, adınızdır, soyadınızdır, ondan sonra e-mailinizdir və s. yazacaqsınız öz yerində. Yazdıqdan sonra gəlirsiniz, burada butik hissəsi vardır. Butik hissəsində istəsəniz, belə deyək də, qlobal hər hansı bir eSIM ala bilirsiniz. Və yaxud da region hissəsində Avropaya tutaq ki, gedirsiniz. Həmin o fərziyyədən irəli çıxaraq bu videonu paylaşıram. Avropanın üstünə basanda burada müxtəlif tariflər verir sizə. Məsələn, 20 GB yaxşıdır məncə. 20 GB-ı alırsınız. Aldıqdan sonra eSIM elə bir müsbət tərəfi vardır ki, eSIM-in. Bir ölkədən digər ölkəyə keçəndə onu da dəyişməyə, parametrləri ilə oynamağa ehtiyac yoxdur. Bir dəfə aldınız, hər ölkədə, Avropanın hər ölkəsində istifadə edə bilirsiniz. Aldıqdan sonra da heç nə, can sağlığı. Burada girib, deməli, bu aplikasiyanın içərisində şeylər vardı. Gözləyin, göstərim. eSIM hissələri vardı. Bax, həmin bu eSIM hissəsində eSIM-iniz görünür, virtual SIM kartınız görünür. Ondan sonra da onun üzərinə vurursunuz, parametrlərdə quraşdırırsınız. Və təbii telefonların bəzisində eSIM funksiyası olmur. Onun üçün də girib baxmağınızda məsləhət vardır. Parametrlərə girirsiniz. Parametrlərdə eSIM yaza bilərsiniz. O avtomatik olaraq çıxır. Bax, burada görürsünüz, mənim telefonum, məsələn, eSIM-i dəstəkləyir. Dəstəklədiyi üçün də rahat bir şəkildə girib həmin o eSIM.io saytından, aplikasiyasından rahat bir şəkildə eSIM-imi ala bilirəm. Məsələn, mən Türkiyəyə gedəcəm. Türkiyəyə gedəndə burada Türkiyəni seçirəm. Türkiyəni seçirəm. Məsələn, 10 GB üçün 12 dollar ödəməli olacam. 20 GB üçün 20 dollar ödəməli olacam və çox qəşəngdir, yəni rahatdır. Misrə gedəndə falan bundan istifadə eləmişəm. İkinci aplikasiyamız RATP aplikasiyasıdır. RATP aplikasiyası, bir də belə göstərim, baxın, RATP yazılır. Budur, bax, Bonjour RATP. Parisdə bir yerdən başqa yerə getmək üçün istifadə edə biləcəyimiz bir aplikasiyadır. Bunu endirdikdən sonra burada getdiyimiz yeri yazırıq da, adresimizi yazırıq. Tutaq ki, mənim ünvanım Montparnasse vağzalı olsun. Bilirsiniz, Parisin ən məşhur vağzallarından biridir. Çatacağım yerdə olsun Disneyland Parkı. Disneyland Paris. Aha, üstünə vurdum. İndi burada tarixi seçməliyəm. Tutaq ki, sabahları olsun və yaxud da olsun ayın 16-sı. Seçdikdən sonra saatı tutaq ki, yazacağım burada. Saat 7-də getmək istəyirəm. Və bu mənə rahat trayektoriyaları göstərəcəkdir. Trayektoriyalardan ən az marşrut dəyişəcəyim trayektoriyanı mən adətən seçirəm. Yəni bir dənə marşrut dəyişmək şey olsun da, bəs eləsin mənə. Ona görə də bu 1 saat 25 dəqiqəliyi seçirəm. 6 metrosuna minəcəyik. Ondan sonra da RÖR-A qatarı vardı, ona minəcəyik. 1 saat 25 dəqiqə içərisində çatacağıq. RÖR-A bir qatardır. Parisi başqa şəhərlərlə, Paris ətrafı şəhərlərlə belə deyək də birləşdirir. Üzərinə vururam, indi detallarına baxacaq. Detallarında yazır ki, deməli, minəcəksiniz qatara. Qatara mindikdən sonra Charles de Gaulle Etoile
deməli dayanacağında düşəcəksiniz. 4 dəqiqə gözləyəcəksiniz. Ondan sonra da oradan minəcəksiniz. Charles de Gaulle Etoile, deməli RER-aya minəcəksiniz. Mindikdən sonra da birbaşa gedəcəksiniz. Marne-la-Vallée Chessy. Chessy şəhərin adıdır. Orada düşürsünüz, sonra da 9 dəqiqə yeriyirsiniz. Bax belə. Bu RATP aplikasiyasının müsbət tərəfi orasındadır ki, bunun üzərindən birbaşa olaraq biletlər də ala bilirsiniz. Amma məsləhətdir ki, belə deyim də, bilet üçün kart alasınız. Kartı almaq daha rahat olur. Kart həmişə üstünüzdə olur. Ondan sonra onun üzərində müəyyən qədər tutaq ki, da bilet falan yükləyə bilirsiniz. Belə 2 dənə bu aplikasiyanı sizinlə paylaşıram. Hər hansı bir sualınız olsa qəti çəkinmədən verə bilərsiniz.